Hər vaxtınız xeyir olsun. Əvvəlki izahda gördüyünüz, işarə etdiyim yerə qədər Aldanmış Kəvakibi əsərini izah eləmişdim. İndi isə buradan sonrakı hissəni oxuyub izah edəcəm. Deməli, deyir ki, Yusif Sərrac heç etibar edə bilmirdi. Axırda dedi: "Mənim ağam, Mollabaşı, mən cənabınızı İranda mətin adamlardan hesab edirəm. Bilirəm ki, ya dəli olubsunuz, ya tiryək atıbsınız. Bu sözləri mənim üzümə deyirsiniz. Mən bir fəqir Sərrac babayam. Mən hara, taxtac hara. Vallah mən anlaya bilmirəm ki, sizin bu hərəkətinizi nəyə isnad verim. Mat və heyran qalmışam. Acizanə təvəqqə edirəm ki, mənə sataşmayasınız. Yəni Yusif Sərrac elə bilir ki, onu bir növ lağa qoyurlar, sataşırlar. Ardınca Sərdar Zamanxan cavab verir, başlayır. Deyir ki, Usta Yusif, bu gün tamam İran torpağında sənin şahlığın qəbul edilmişdir. Mollabaşının sözünə əsasən şah sarayına buyurun ki, şahın taxta çıxmağı vaqe olsun. Yusif Sərracı ata mindirdilər. Əvvəlki qərar üzrə dəstə şah sarayına yola düşdü. Xidmətçilərin küçələrdə çəkilin, çəkilin səsi ərşə dayandı. Tamam Qəzvin əhalisi kişili arvadlı, kiçili böyüklü pəncərələrə və damlar üstünə çıxıb tamaşaya məşğul oldular. Əhvalatdan xəbərdar olmadıkları üçün hamısı heyrətdə qalmışdılar. Deməli, insanları təəccübləndirən onların əhvalatdan xəbərdar olmamaqları idi. Buna görə də heyrətdə qalmışdılar. Şah sarayının qapısında xidmətçilər Yusif Sərracı atdan düşürdülər. Mollabaşı və Sərdar Zamanxan qolundan yapışıb təzim ilə onu imarətin otağına daxil etdilər və səltənət taxtının üstündə oturtdular. Hamı şahın sarayından çıxdı. Ancaq Yusif Şah taxtın üstündə oturmuş, qabağında Xacə Mübarək, başqa bir neçə xacə ilə xidmətçi başı Əzim bəy və bir neçə xidmətçi durmuşdular. Bayırda isə fərraşlar dayanmışdılar. Yusif Şah Xacə Mübarəki yanına çağırıb dedi: "Sən Allah, mənə söylə girim, görüm bu qəziyyəyə səbəb nədir? Yəni bu hadisəyə səbəb nədir? Çünki mümkün deyil ki, çünki sən həmişə Şah Abbasın içəri otağında olduğundan mümkün deyil ki, bu qəziyyə sənə məlum olmasın. Deməli, nə üçün məlum olmalıdır bu məsələ Xacə Mübarəkə? Çünki o həmişə içəri otaqda olur, Şah Abbasın olduğu otaqda. Xacə Mübarək həqiqətən çox saf və sadiq adam idi. Qəziyyəni əvvəlindən axırına dək Yusif Şaha nağıl etdi. Daha sonra Yusif Şah ağıllı adam idi. Ulduzlardan onun heç bir qorxusu yox idi. Deməli, ulduzlardan heç bir qorxusu yox idi. Əlacsız qalıb səltənət işlərinin icrasına başladı. Deməli, bu əlacsızlıqdan, yəni bu artıq ora təyin olunmuşdu deyə məcburiyyətdən səltənət işlərinin icrasına başlayır. Əvvəlan bir fərraşbaşı Əsəd bəyi hüzuruna gətirdi. Buyurdu: "Bu saat 12 fərraş özünlə götürürsən. 12 fərraş. Gedərsən Mollabaşı, Axund Səmədi, Sərdar Zamanxanı, Vəzir Mirzə Möhsünü və Müstövfi Mirzə Yəhyanı, Münəccimbaşı Sədrəddini və Mövlana Cəmaləddini tutub apararsan, ərkdə olan zindana salarsan. Qayıdıb gələrsən, buyruğun nəticəsini mənə söylərsən." Deməli, həmin o əskərlər deyək də, həmin o fərraşlara əmr edir ki, gedirsən, 12 fərraş özündən götürürsən, həmin o Şah Abbasın adamlarını, yaxın adamlarını Ərk qalasına həbs eləyirsən. Əsəd bəy baş əyib getdi. Yusif Şahı sarayla tanış etməyə başladılar. Zinət otağının qapısını açdılar. Şaha göstərdilər. Yusif Şahın 3 qızı vardı. Böyüyü 14 yaşında, ortancılı 12 yaşında, kiçiyi 8 yaşında idi. Deməli, 14, 12, 8. Və 2 də oğlu. Deməli, 3 qızı, 2 oğlu var idi. 6 yaşında və 4 yaşında. Oğlanların biri 6, biri də 4 yaşındadır. Qızlarının hər birinə bir gül, bir cüt sırğa, bir üzük, bir boyunbağı, bir dəstə paltar və bir rizai şal. Arvadı üçün isə bir dəst paltar və bir rizai şal ayırdı. Xacə Mübarəkə təslim edib buyurdu. Deməli, Xacə Mübarəkə. Deməli,
5 övladı var. 3'ü qızdı, ikisi oğlandı. Qızları 14, 12 və 8 yaşında, oğlanları 6 və 4 yaşındadılar. Qızlarının hər biri üçün gül, bir cüt sırğa, bir dənə üzük, bir boyunbağı, bir dəst paltar və şal verir hər biri üçün. Yoldaşı üçün paltar və şal ayırır. Və Xacə Mübarəkə deyir: "Bunları apararsan Qəzvinin ikinci küçəsində mənim qədim evimdə arvadıma getirərsən." Deməli, Qəzvinin ikinci küçəsində bunun evi var. Deyir ki, bunları apar mənim yoldaşıma çatdır. Deyərsən ki, mən tərəfdən narahat olmasın. Sabah oğlanlarımı hüzura göndərsin. Oğlanların öz hüzuruna istəyir. Xacə Mübarək şeyləri 2 nəfər xidmətçi ilə götürüb getdi. Tək getmir. Deməli, 2 nəfər xidmətçi ilə bir yerdə gedir. Sabahı gün Yusif Şah salam otağına təşrif gətirib dostları Molla Ramazan, Qurban bəyi, Mirzə Cəlili, Mirzə Zəkini çağırtdırdı. Deməli, Molla Ramazanı, Qurban bəyi, Mirzə Cəlili, Mirzə Zəkini çağırtdırdı. Şahın onlara hər barədə möhkəm inamı vardı. Şah onlara inanır. Mollabaşılıq mənsəbini Molla Ramazana. Deməli, Mollabaşı kim oldu? Molla Ramazana verdi. Sərdarlığı Qurban bəyə verdi. Vəzirliyi xanlıq ləqəbi ilə deməli fikir verirsə, vəzirlik adını ləğv elədi. Vəzirlik adının yerinə xanlıq yaratdı. Yəni vəzir yox, daha xandır. Mirzə Cəlilə verdi. Yəni Mirzə Cəlil əvvəlki vəzirin yerinə gəldi və xan statusu daşıdı artıq. Müstəvfili isə Mirzə Zəkiyə tapşırdı. Münəccimbaşılıq mənsəbini bilmərrə ləğv etdi ki, dövlətə, millətə zərərdən başqa bir faydası yox idi. Deməli, münəccimbaşılıq ləğv edilir, çünki dövlətə hər hansı bir xeyri yoxdur. Buyurdu, tamam vilayət hakimlərinə elannamə və təkidli hökm göndərilsin ki, kimə? Vilayət hakimlərinə göndərilsin ki, bu gündən sonra şərafətli şəriətin icazəsi olmadan bir müsəlmanı bir şey almaq məqsədi ilə sıxışdırmağa heç biri cürət etməsin, bacarmaz və bacarmasınlar ki, məhz öz keyfləri istədikdə bir kəsi cərimə edələr, ya qətlə yetirələr və ya burun qulağını kəsələr, gözünü çıxartdılar. Deməli, vilayət həkimlərinə əmr göndərir ki, heç bir halda insanları sıxışdırmasınlar, onları öz keyfləri istədikləri kimi cərimə eləməsinlər, cəzalandırmasınlar, öldürməsinlər, nə bilim, qulağını kəsməsinlər, gözünü çıxarmasınlar. Vilayət həkimləri bu hüquqdan, statusdan məhrumdurlar, eləyə bilməzlər. Hökmdən əlavə hər vilayətə inanılmış baxıcılar təyin etdi ki, gelib vilayətlərin əhvalatından və xalqın ehtiyacından xəbərdar olub gəlib danışsınlar. Deməli, vilayətlərə baxıcı təyin etdi ki, həmin baxıcılar getsinlər, vilayətlərdəki vəziyyəti öyrənsinlər, araşdırsınlar, gəlib şaha məlumat versinlər. Yusif Şah bu baxıcıları hüzura istəyib dedi. Nə dedi? Deyir ki, vilayətlərin hakimlərinə mənim tərəfindən elan edərsiniz ki, Allahdan qorxsunlar, nahaq iş tutmasınlar, xalqı talayıb doğratmasınlar, rüşvət almasınlar. Yəqin bilsinlər ki, bu növ hərəkətlər axırda onların özlərinin bədbəxtliyinə və ölümünə səbəb olar. Daha sonra bu sözləri xatırlatdıqdan sonra şah baxıcıları buraxdı. Sonra buyurdu ki, vergi məbləği orta miqdaradək azaldılsın. Əmr etdi ki, hər yerdə yollar təmir olunsun. Lazım məqamlarda və mənzillərdə körpülər, karvansaralar tikilsin. Hər vilayətdə xəstəxanalar qayrılsın, mədrəsələr açılsın, susuz yerlərə su çıxarılsın. Dullara, yetimlərə, şillərə, korlara yardım və himayət göstərilsin. Bax, bunları mütləq ardıcıl şəkildə əzbərləyin. Həm abituriyent, həm də miqlər üçün vacib detallardır. Ardıcıllıqla bu hadisələri əzbərləyin. Məsələn, hadisələrin ardıcıllığını soruşsa, bunları qarışdırsa, qətiyyən çaşmayın. Daha sonra vilayətlərdə hər kefi istəyən öz başına özünü ruhani sinifinə daxil etməsin. Deməli, hər kefi istəyən özünü ruhani sinifinə daxil etməsin.
Bu xüsusda mollabaşıdan icazə istəsinlər. Ruhani sinfi hər yerdə xalqın ehtiyacına kifayət edəcək miqdardan artıq olmasın. Yəni hər yerdə xalqa kömək edəcək qədər ruhani olsun. Yəni xalqın işinə yarasın da ruhani də. Bir bütün ruhanilərə dolanacaqlarına kifayət edəcək qədər xəzinədən maaş təyin etdi ki, səltənətə möhtac olsunlar. Mənsəb sahiblərini şahın xidmətində zülm əhlinə çevirməsinlər. Yəni onlar müəyyən maaş alsınlar və həmin maaş qədər qazansınlar ki, dövlətdən asılı olsunlar. Məhkəmə işləri ki, səltənətin ən mühüm işləridir. Deməli, səltənətin ən mühüm işləri nələrdir? Məhkəmə işləri. Ruhanilərin əlindən alınıb mənsəb sahibləri içərisində doğrucul olanlara həvalə edildi ki, millət məhkəmə cəhətindən özlərini ruhaniyə möhtac görüb təkcə onlara müraciət etməsin və səltənətdən uzaq düşməsin. Yəni dövlətlə xalq arasında uçurum olmaması üçün bu addımı atdı. Buyurdu ki, dini vergilər hər yerdə sədaqətli adamlardan 4 nəfərə tapşırılsın. Vilayətin füqərasına dəftər üzü ilə sərf olunsun və hesabı divana gətirilsin. Füqaranın bəzisi dini vergilərdən fayda alıb, bəziləri məhrum qalmasın. Yəni dini vergilər kasıblara çatsın və hər birinə bərabər miqdarda çatsın. Əmr etdi ki, xüms və imammalı verilməsin. Yəni xüms və imammalı ləğv edilir. Belə ki, millət dilənçilik zillətindən azad olub, sair xalq kimi öz peşəsi ilə məişət vasitəsi əldə etsin. Yəni cəmaatdan kimdənsə pul ummasınlar, nəsə ummasınlar, özləri nəsə qazanmağa çalışsınlar. Bu xüsusda mötəbər ruhanilər Yusif Şaha fiqh kitablarından hökmlər çıxarıb göstərdilər. Bu deməli, ruhanilər, mötəbər ruhanilər Yusif Şah onlarla bu məsələni dəqiqləşdirəndən sonra ki, şəriətdə, fiqhdə, fiqh kitablarında bu qadağan deyil, onlarla məsləhətləşib bu qərarı verir. Xüms və imammalını ləğv edir. Bir vilayətlərə elannamələr göndərdi ki, bundan sonra bir şəxs şaha, dövlət adamlarının və şah qapısının nökərlərinə peşkeş verməyə, yəni rüşvət verilməsinə görə hər kəsə qadağa qoydu. Ayağının altına qiymətli bir şey salmağa cürət etməsin. Heç kəs peşkeş vasitəsilə hakimiyyət qazanmağın təmannasında olmasın. Hansı ki, vəzir Mirzə Möhsün var idi, Şah Abbasın vəziri demişdi ki, mən insanlar vəzifəyə gəlmək istəyirsə, gəlmək istədiyi vəzifənin qarşılığında müəyyən məbləğdə pul ödəməli idilər. Yusif Şah bu məsələni ləğv eləyir ki, bunu düşünməsinlər, pul verib vəzifəyə gələcəklərini gəlməyi ummasınlar. Səltənətin mədaxilinin, yəni qazancının artırılması üçün qərar qoydu ki, tacirlər, bəyzadələr, xanəndələr, şahzadələr, hətta ruhanilər, seyidlər və başqa xalq sinfi əmlakının mədaxilindən şəhərlərdə 1/10, kəndlərdə 1/20, o 1/1 vergi, şəhərlərdə isə 1/10 vergi xəzinəyə verilsin. Yəni testə yazsa ki, Yusif Şah yeni vergi tətbiq etmir, tətbiq edir. Kəndlərdə 1/1, şəhərdə isə 1/10 vergisi tətbiq edilir yeni olaraq. Qoşun xalqının xidmətçilərinin məvacibi əsla çatmamış qalmasın ki, yəni qoşunun pulu çatdırılsın. Səltənətin nöqsanıdır. Bəlkə həmişə vilayət xəzinələrindən təxirsiz verilsin. Alış-veriş edənlər üçün əmlakın qiymətindən xəzinənin nəfi üçün tümənə 5 şahı təyin olunsun. Bu da başqa bir vergi tipidir, təyin olundu. Yusif Şah bildirdi ki, Miraxur, yay fəsli padşahlıq atlarını yaylağa aparıb, deməli, yay fəslində padşahlıq atlarını yaylağa aparır. Bəslənmə bəhanəsi ilə ətraf xalqına çox əziyyət və cəfa yetirir. Onları çapıb talayır, topxana əmiri topçuların hamısı üçün xəzinədən məvacib götürüb, heç birinə bir qəpik də vermir. Xəzinədar padşahlıq pulunun içinə də çox qəlb pul qatıb xalqa dağıdır. Baxın, fikir verirsə Miraxur. Daha sonra digəri
digəri Topxana əmiri, Topxana əmiri. Bir də xəzinədar. Bunlar fərqləndirilibdir. Hər birinin mənfi nöqsanları göstərilibdir. Yadda saxlayın, bax bu şəxslər var, bu üç şəxs. Yusif Şahın sonra hakimiyyətdən devrilməsinin əsas səbəbkarları bu üç şəxsdir. Hansı ki, onlar küçədə təsadüfən rastlaşır və o söhbətlərindən sonra qərar verirlər ki, insanları ayaqlandırsınlar. Qəzvin bəylərbəyisi, Qəzvin bəylərbəyisi xalqdan hədsiz rüşvət alır, darğa dövlətlilərə, füqəraların müqabilində üz görür, kənd xudalar Qəzvinin küçələrini natəmiz saxlayırlar. Onların hamısını vəzifədən çıxarıb. Bax, fikir verirsiniz hamısını. Mir Axurda, Topxana əmiri də, xəzinədar da, darğa da, Qəzvin bəylərbəyisi, kəndxuda da yerlərinə tanıdığı münasib adamları təyin etdi. Mollabaşı Axund Səməd Ərkin zindanında dustaqxana məmurundan, deməli, kimdən dustaqxana məmurundan eşitdi ki, onun mənsəbini Molla Ramazana veriblər. Qüssədən birdən-birə həlak oldu. Qüssə dərd, kədər deməkdir. Eşidir, Molla Ramazan onun yerinə gəlibdi, bu da dərddən, kədərdən ölür. Yusif Şah dəxi əmr etdi ki, Qəzvinin küçələri genəlsin. Küçədə açıq olan quyular örtülsün. Gedib gələn onlara düşməkdən hifz olsunlar. Xalqın ərzinə qulaq asmağa, dadını etməyə qayda qərar qoydu və buyurdu. Bahalıq olduğu üçün Qəzvinin füqərasına padşahlıq anbarından buğda verilsin. Bilikli adamlardan, mahir quyuqazanlardan bir müşavirə məclisi düzəldib. Qəzvinə su çıxarmaq üçün danışıq olsun. Tədbir və təkliflər padşaha təqdim edilsin. Yusif Şahın taxta çıxmasından bir həftə keçdi. Hər gün onun xeyirxahlığından, ədalətindən növbə-növ əlamətlər xalqa aşkar olurdu. İran üçün xoşbəxtlik günləri, şadlıq əyyamı başladı. Xoşbəxtlik günləri başladı. Qəzvin əhli hər gün qala qapısından adam şaqqalarını asılmış görmədilər. Şah meydanında cəlladların adam şaqqalamalarını, dardan asmalarını və göz çıxarmalar müşahidə etmədilər. Bu əhvalat onlara xeyli qəribə göründü. Deməli, Şah Abbas dövründə bütün bunlar olurdu. İnsanlar cəzalandırılırdı, asılırdı, parçalanırdı. Artıq Şah Abbas yoxdur, bunları da görmür. Görünür bu padşah çox rəhimli, yumşaq təbiətli adamdır. Çox rəhimli və yumşaq təbiətli adamdır. Sonra onun rəhimli və yumşaq təbiətli olması haqqında mübahisələr başlandı. Bunu süst rəyliyə və zəif məcazlığa yozdular. Bundan əlavə dəxi Yusif Şahda min cür özgə eyib tapdılar. Deməli, zəiflik kimi qiymətləndirdilər onun bu addımını və hətta bundan da əlavə min cür fərqli eyib də tapdılar. Yəni, testdə yazsa ki, yalnız zəifliklə əlaqələndirdilər. Düzdür, əsas bu göstərilir, amma daha başqa səbəblər də tapırlar. O göstərilmir gördüyümüz kimi. Bir vəzifədən çıxarılmış hökumət məmurları xalqın bu növ niyyətindən nəticə çıxararaq onu qənimət bilməyə fürsəti fövt etmədilər. Bir fürsəti əldən getmədilər. 3-4 günün müddətində bütün nəzərdə tutulan adamlar görüşdülər. Hamısı üsyana meyil və hazırlıq göstərdi. Fitnəkarlar qərar verdilər ki, sübh tezdən padşahlıq sarayını əhatə etsinlər və içəri girib Yusif Şahı taxtdan yerə salıb həlak etsinlər. Baxın, taxtdan yerə salsınlar yox ha, taxtdan yerə salıb həlak etsinlər hətta. Özlərinə Səfəviyyə nəslindən bir təzə padşah tiksinlər. Baxın, diqqət yetirirsinizsə, xalqın xəbəri yoxdur Şah Abbasın gizlənməsindən, yəni hakimiyyətdən müvəqqəti getməsindən. Xalq elə bilir ki, Şah Abbas tamamən gedibdir. Yəni, Şah Abbası yerinə gətirməyi düşünmürlər. Xalq Səfəviyyə nəslindən başqa birini gətirməyi düşünür. Tapsınlar, kimisə gətirsinlər. Sonra qərara alınmış gün sübh çağında hələ padşahlıq sarayının qapıları açılmamış, çoxlu süvari, yəni atlı və piyada silahlı olaraq onun ətrafını bürüdülər. Yusif Şah əhvalatdan xəbərdar olub buyurdu ki, sarayın qapılarını açmasınlar. Bu halda
Yusif Şahın tərəfdarları dəxi xəbərdar olub silahlandılar. Deməli, Yusif Şah tək deyil, onun tərəfdarları da silahlandılar. Qiyamət bərpa oldu. Yəni qiyamət başladı, döyüş başladı. Axırda Yusif Şahın tərəfdarları məğlub olub, Yusif Şahın tərəfdarları məğlub olub, hər kəs bir növ ilə başını mərəkədən qıraq çəkdi. Mərəkə həmin o məclis deməkdir, həmin o problemlər olan döyüş deyək də. Kənara çəkildi, qaçdı, canını qurtardı. Fitnəkarlar hücum edib şah sarayının qapılarını sındırdılar. İçəri daxil olub Yusif Şahı axtardılar. Tapmadılar. Yusif Şah itkin oldu. Baxın, Yusif Şah itkin oldu. Öldürüldü, yox ha, itkin oldu. Testdə düşən məqamdır. Şah Abbas hakimiyyətdən gedəndə bilinmir hara getdi. Düzdürmü? Yusif Şah da, yəni o hakimiyyəti bitəndən sonra bilinmir hara getdi. Gün batdı. Hər kəs öz evinə, mənzilinə qayıtdı. Üsyan və qovğa sakit oldu. Sabahısı gün üsyan başçıları tezdən ərkə getdilər. Kim? Üsyan başçıları sabahısı gün. Fikir verirsə, həmin gün yox, sabahı gün. Ərk qalasına getdilər. Sərdar Zamanxanı, Mirzə Möhsünü, Mirzə Yahyanı, Mövlana Cəmaləddini və Münəccimbaşını həbsdən çıxartdılar. Hamısı ayağa durub gəldilər. Hamısı fikir verir. Amma təbii ki, Axund Səməd gəlmədi. Çünki Axund Səməd ölmüşdü artıq. Şah Abbas gizlənən evə gəldilər. Onu oradan çıxarıb Şah sarayına yetirdilər. Taxt tacına əvvəlki kimi malik oldu. Hər iş köhnə qərar üzrə surət tapdı. Hər iş köhnə qərar üzrə surət tapdı. Güya ki, heç bir hadisə vaqe olmamışdı. Deməli, diqqət yetirirsiniz nəyə? Şah Abbasın hakimiyyəti dövründə olan məsələlərə, Şah Abbas hakimiyyətdən sonra gedəndən sonra Yusif Şah gəlir və onun dövründə olan baş verən hadisələrə, həmçinin onları müqayisəli şəkildə öyrənirsiniz, mütləq şəkildə diqqətli olmalısınız. Daha sonra davam edək, sonuna çatırıq. Bu ulduzların axmaqlığına mən təəccüb edirəm ki, necə bilmədilər İran əhli onları aldadırlar. Fikir verin kinayəyə, bu müəllifin kinayəsidir. İroniya. Belə sadəlik olurmu ki, ulduzlar özlərini İran əhlinə aldatdırıb, biçarə və təqsirsiz Yusif Sərracı bədbəxt etdilər. Şah Abbası kənar qoyub, 40 il sərasər onun cəlladlığına, zülmkarlığına etinasız baxdılar. Deməli, hələ 40 ildə qaldı. Şah Abbasın zülmkarlığının alçaq əlaməti bu idi ki, bir oğlunu öldürdü. İkisinin dəxi gözünü çıxartdı. Deməli, bir oğlunu öldürübdü bu. İkisinin gözünü çıxartdırır. Dəxi oğlu yox idi. Daha oğlu yoxdur. Nəvəsi ona varis oldu. Nəvəsi. Amma ulduzları da qınamaq olmaz. Ulduzların heç xəyalından keçməzdi ki, İran əhli onları aldadacaqlar. Həqiqi padşahın əvəzinə süni bir padşahı onların sədəməsinin altına salacaqlar. Vallah, bu İngilis tayfası qəribə axmaqdır. Belə xətərli millət ilə az qalmışdı cəng başlayalar. Burada da İngilis xalqına kinayə eləmir. Burada İranlılara kinayə eləyir. Yəni, necə savadsız və cahil insanlardır. Bir növ İngilisləri qınayırkən bu cür cahil, savadsız xalqla müharibə eləmək mənasızdır. Yəni, bu nəticə çıxarıla bilər. Ədəbiyyatımızda olan ilk povest məhz bu povestdir. Mirzə Fətəli Axundzadə 1857-ci ildə qələmə alıbdır. Əsərdə ədalətli hökmdar necə olmalıdır fikrini müəllif çatdırmağa çalışır. Dövlətin idarə edilməsi, islahatlar və s. bu tip bir çox məsələlər, dövlətçilik anlayışı ilə bağlı bir çox məsələlər qabardılır. Müəllif qələmindən Yusif Sərracın vasitəsilə oxucuya çatdırılır. Bu qədər. Hər hansı bir sualınız olarsa, mobil nömrəmizlə əlaqə saxlaya bilərsiniz. 055 889 44 59 bu bizim nömrəmizdir. Əlaqə saxlayıb həm dərslər haqqında məlumat ala bilərsiniz, həm də suallarınız olarsa bu nömrəyə yazıb soruşa bilərsiniz. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Sağ olun.